Salam, hər vaxtınız xeyir bir daha. Deməli, mən bugün məntəqədə necə məhsula pretenziya, yəni imtina yazmaq olar, yəni onu göstərmək istəyirəm. İlk növbədə gəlirik, sifariş nömrəmiz nədirsə, yəni onu axtarıb tapırıq. Məsələn, mənim adımda var 99 67. Axtarıram. Sifariş çıxdı, elə deyilmi? Sifariş nömrəsi. Bunun üzərinə vurdum və gəlirəm. Burada tələb sözü var və çap. Mən tələbə vururam və tələb yaratmaq. Tələbi yaradıram. Açıldı və burada əlavə et düyməsi var. Əlavə etə basıram. Keyfiyyətli məhsulun qaytarılması. Əgər bırakdırsa, yəni zədəli məhsuldursa, buna vurursan. Amma məndə keyfiyyətli məhsuldur. Ona görə onun qaytarılması. Burada malın üzərinə vurduqda gəlib çıxır. Mənə hansı lazımdır? 35-40 kodla da axtara bilərsiniz. Yəni bu çıxır, baxırsınız, görürsünüz, yoxdur. Əgər tutalım burada deməli saçlar üçün universal botanika, məsələn bunu eləsə, pulun qaytarılması məhsul bir dənədir. Digər səbəblərdən nəyə görə fikrimi dəyişdim, aktual deyil. Yəni bunu yadda saxlayın basanda. Mən əgər bunu təsdiq eləsəm, bu təsdiq olunmuş sayılır. Bu mənə lazım deyil deyə mən bunu təsdiq etmirəm. Təsdiq edəndən sonra iki cürə yazı çıxacaq. Bu mənə lazım olmadığı üçün, yəni mən bunu ləğv edirəm, ləğv et. Mən ləğv edirəm, çünki mən fikrimi dəyişirəm, istəmirəm, ləğv edirəm. Yəni bir sözlə bu cürə biz tələbi yaradırıq və bunu ondan sonra harda görə bilərsən? Şəxsi kabinetə daxil olursan, məsəl üçün, burada görəcəksiniz ki, işlərində iddia, siyahı var, yolda statusda. Siyahını açırsınız, siz hansı dövrdə etmisiniz? Məsəl üçün, bilirsən ki, ən sonuncu dövrdə eləmişəm bu hal-hazırda. Filtri tətbiq edirik, burada filtri tətbiq edirik və siyahı çıxır. Burada bu yaxınlarda əslinin eləmişəm, görürsünüz, yolun üstündədir. Əslinin sifariş sənədinin nömrəsi budur, artıq sənəd nömrəsi. Onun üzərinə basdıqdan sonra bu cürə çap gəlir. Təsdiq olunandan sonra bu cürə yaranır. Çapın üzərinə basanda TROQ 12 pretenziya, blank pretenziya. TROQ-un üzərindəki quş işarəsini götürürsünüz və çapa göndərirsiniz. Bunu da çap etmək istəyəndə saxraniti basırsınız. Saxranit düyməsi. Və burada açmaq lazımdır ki, PDF şəklində kiməsə göndərəsən. Gördünüz, hazır oldu. Yuxarıda da göndəriş işarəsi var və onu məsələn, yəni WhatsApp-da Rənaya göndərirəm. Rənaya göndərirəm. Bunu hansısa bir yerdə PDF-ni çıxarda bilərsiniz. Bu qədər. Mən elə gəl ki, hər şeyi anladınız. İnşallah ki, bunu istifadə edərsiniz.